Mənə zəng elə. Bu nədir belə? Atamız evindən ağ gəlini ilə çıxanda demişdilər ki, buradan gəlini ilə çıxırsınız, ər evindən də kəfənlə çıxarsınız. Kəfənimiz yoxdur, amma örpəyimiz var. Gedirik. Hara gedirsiniz? Bu söz-söhbətə ürəyimiz tab gətirmir. Heç kimin üzünə baxa bilmirik. Getmək bu işin əlli deyil. Gedin ağlınızı başınıza yığın, oturun evinizdə, eşiyinizdə. Heç kimlə də işiniz olmasın. Qulağınızda da bunu sırğa eləyin ki, ailə məsələlərində hörmət vacibdir. Hərəniz öz otağınıza. Haydi! Day, siz də böyüyün sözünü eşitmək lazım. Atamızın xətrinə dərs deyilik ki.